Hər kəsə salam, mən Minurə İsmayılzadə. Bugün kanalımda sizlər üçün həm vacib, həm də maraqlı hesab etdiyim kəsirlər haqqında danışacağım. Daha öncə də qeyd etdiyim kimi bu kanal sıfırdan riyaziyyat öyrənənlər üçündür. Ona görə də kəsirləri tam başdan, tam sıfırdan izah edəcəm. Elə isə çox vaxt itirmədən dərsimizə başlayaq. İlk növbədə baxaq kəsir nədir və kəsir nəyə deyilir ümumiyyətlə? Bunu biz necə başa düşə bilərik? Riyaziyyatda nə qədər tərif öyrənilməsinə qarşı olsam da, daha doğrusu əzbərlənməsinə qarşı olsam da, bu videoda kəsirin tərifi haqqında deyəcəm. Vahidin hər hansı bir hissəsinə kəsir deyilir. Bu kəsirin tərifidir. İndi isə baxaq ilk növbədə adi kəsir nədir? Ümumiyyətlə biz bunu necə başa düşürük? Bir kəsir xətti çəkirəm. Bu bizim kəsir xəttimizdir. Sürətinə A, məxrəcinə isə B yazıram. Bu hissə kəsirin surəti, bu hissədə məxrəcidir. Burada A və B natural ədədlərdir. Məsəl üçün 2-də 1, 3-də 2 və kəsir bu şəkildə oxunur. Məxrəcdə yazdığımız ədəddən başlayıb oxuyuruq. 2-də 1, 3-də 2 və yaxud 7-də 4 məsəl üçün. Bunlar oldu kəsirlər. Ümumiyyətlə bu şəkildə yazılan kəsirlərə adi kəsirlər deyilir. Yəni 2-də 1, 3-də 2, 7-də 4 adi kəsirlərdir. Baxaq bəs düzgün və düzgün olmayan kəsirlər nədir? Burada bizdə iki şərt ola bilər. Birinci şərtdə A kiçikdir B-dən. Yəni yuxarıda yazdığımız nümunələrə baxa bilərik. 2-də 1, 3-də 2, 7-də 4. Bunlar düzgün kəsirlərdir. Yəni kəsirin surəti məxrəcindən kiçikdir. İkinci qaydada isə kəsirin surəti ya məxrəcinə bərabər ola bilər, ya da surəti məxrəcindən böyük ola bilər. Burada isə biz bunlara düzgün olmayan kəsirlər deyəcəyik. Düzgün olmayan kəsirlər. Düzgün olmayan kəsirlərə nümunə yazaq. Məsəl üçün 6-da 7, 5-də 5, 4-də 6 və s. Və kəsirlərdən danışan zaman bunu da nəzərdə saxlamalıyıq ki, kəsir surətdə dayanan ədədin məxrəcdə dayanan ədədə bölünməsi demək. Yəni 6-da 4 kəsiri əslində bərabərdir 6 bölünsün 4-ə. Bu qaydanı nəzərə alaraq biz deyə bilərik ki, düzgün olmayan kəsirlər ya 1-ə bərabər olur, ya da 1-dən böyük olur. Məsəl üçün 5-də 5, yəni surəti məxrəcinə bərabər olan kəsirlər 1-ə bərabər olur. Surəti məxrəcindən böyük olan kəsirlər isə 1-dən böyük olur. Düzgün kəsirlər isə 0 və 1 arasında olur. İstənilən bir düzgün kəsir 0-dan böyük, 1-dən kiçikdir. Yəni 0-dan 1 arasında yerləşir. Riyaziyyat tərəfini izah etməyə çalışdım. İndi isə baxaq biz real həyatda kəsirlərlə nə zaman qarşılaşırıq. Məsəl üçün düşünək ki, bir pizzadır. Və pizza 8 bərabər dilimə bölünüb. Bu şəkildə 8 bərabər dilimə bölünüb, yəni bütün dilimlər bir-birinə bərabərdir. Və bizə tapşırılıb ki, pizzanı 4 nəfər arasında bərabər şəkildə bölək. Təbii ki, burada avtomatik olaraq 8-i 4-ə bölərik. Cavab 2 qalar. Deməli, hər nəfər üçün nəzərdə tutulan dilim 2 dilim olacaq. Yəni bir nəfər pizzanın 8 dilimindən ikisini yeyəcək. Yəni hər bir nəfər pizzanın 8-də 2 hissəsini yemiş olacaq. Burada biz ümumiyyətlə bu şəkildə yazan zaman məxrəc hissəyə ümumi dilimlərin sayını, sürət hissəyə isə bir nəfərə düşən dilimlərin sayını yazırıq. Növbəti dərslərdə kəsirlərin ixtisarı və kəsirin əsas xassələrini öyrəndiyimiz zaman bu ifadəni sadələşdirməyi də öyrənəcəyik. Amma hələ ki 8-də 2 hissəsi demək bizim üçün kifayətdir. Biz öyrəndik adi kəsir nədir, düzgün və düzgün olmayan kəsir nədir. İndi isə baxaq qarışıq ədədlərə. Bayaqki pizza nümunəsi üzərindən davam edəcəm. Amma indi belə nəzərdə tutaq ki, 3 pizzanı 2 dost arasında bölməliyik. Aydın məsələdir ki, hər dosta bir bütöv, bir də yarı pizza düşəcək. Yaxşı, bəs belə olduğu halda biz bunu necə kəsirlə ifadə edə bilərik, ona baxaq. Təsəvvür edək ki, bu pizza birinci dostun. Bu pizza isə ikinci dostundur. Bizə lazımdır ki, hər dostdan nə qədər pizza düşür, yəni bunu kəsirlə ifadə eləmək. Bu pizzanı isə bölürük yarı hissəyə. Yəni bunun yarısı. Hər dosta bir tam, yəni bir bütöv, bir də bir pizzanın yarısı. Yəni 2-dən 1-i.
Bu şəkildə yazılan kəsrlər qarışıq ədədlər adlanır və 1/2 olaraq oxunur. Qarışıq ədədlər iki hissədən ibarət olur: tam hissə və kəsr hissə. Bu hissədə 1 tam hissə, 2/1 isə kəsr hissədir. Yalnız diqqət yetirilməli bir məqam var ki, kəsr hissə mütləq şəkildə düzgün kəsr olmalıdır. Yəni biz yazsaq ki, 1/3, bu artıq o demək deyil ki, bu ədədin kəsr hissəsi 3/4-dür. Xeyr, bunu tam şəkildə qarışıq ədəd formasında yazıb, ondan sonra kəsr hissəsi və tam hissəsi haqqında danışa bilərik. İndi isə baxaq, qarışıq ədədi necə düzgün olmayan kəsrə çevirə bilərik və düzgün olmayan kəsri necə qarışıq ədəd şəklində yaza bilərik. İlk növbədə başlayaq düzgün olmayan kəsrlərin qarışıq ədədə çevrilməsindən. İstənilən bir düzgün olmayan kəsri yazıram. Məsəl üçün 3/4. Biz dedik ki, eyni zamanda kəsr surətdəki ədədin məxrəcdəki ədədə bölünməsi deməkdir. Və öyrəndik ki, surət məxrəcdən böyükdürsə, bu düzgün olmayan kəsrdir. Düzgün olmayan kəsri qarışıq ədəd şəklində ifadə etmək üçün surətdəki ədədi məxrəcdəki ədədə bölürük. 4-ün içində 3 bir dəfə tam yerləşir. Tam ədədi kəsrin qarşısına, yəni tam hissəyə yazıram. Kəsr xətti çəkirəm, məxrəc olduğu qaydada qalır. Alınan qalıq isə kəsrin surət hissəsinə yazılır. Yəni 4-ü bölürəm 3-ə. Alınan tam hissə kəsrin tam hissəsinə, qalıq hissə isə kəsrin surət hissəsinə yazılır. Məxrəc olduğu qaydada qalır. Biz bu şəkildə istənilən düzgün olmayan kəsri qarışıq ədədlə ifadə edə bilərik. Burada diqqət etdiyimiz, bayaq da dediyim kimi bir məqam olmalıdır. Aldığımız bu kəsir düzgün kəsir olmalıdır. Yəni tam şəkildə bölüb qalığı surətə, tam hissəni isə tam hissəyə yazmaq lazımdır. Yaxşı, bəs ədəd belədirsə 1/3/4. Biz bunu tam olaraq qarışıq ədədə necə çeviririk ona baxaq. Bizə zaten bir tam var. Bizə lazımdır ki, bu hissəni sadələşdirək. Və biz öyrəndik ki, bu hissəni sadələşdirmək üçün 4-ü 3-ə bölürük. 1 tam, qalıq 1. Yəni 1 tam 3 məxrəcə, qalıq isə surətə yazılır. Amma bizdə 1 tam da əvvəlcədən var idi. Belə olan halda tam hissələr toplanır. Yəni bu 1 tamdan bu 1 tam toplanır. Olur 2 tam, kəsr hissə olduğu kimi qalır 3/1. Yəni kəsr hissəni adi qaydada qarışıq ədəddən ifadə edirik. Aldığımız tam hissəni əvvəlki tam hissə ilə toplayırıq. Bəs bu zaman biz qarışıq ədədi düzgün olmayan kəsrə necə keçərik? Həmin nümunə üzərindən davam edəcəm. Eyni qayda olaraq məxrəc olduğu kimi qalır. Tam hissədəki ədəd məxrəcə vurulur. 1 vurulsun 3 bərabərdir 3. Və surətlə toplanır. 3 üstə gəl 1 bərabərdir 4. Alınan ədəd surətə yazılır. Başqa bir nümunəyə daha baxaq. Məsəl üçün 2 tam 9-da 4 kəsr olsun. Birinci nümunə ilə eyni qayda olaraq tam hissə məxrəcə vurulacaq. Məxrəc olduğu kimi qalır 9, 2 dəfə 9, 18, 4 ilə toplanır 22. Bir də bayaq belə bir nümunə göstərmişdim ki, 1/3/4 ədədinin. Yaxşı, bəs belə olduğu halda necə edirik? Yəni belə olduğu halda biz qarışıq ədədi necə düzgün olmayan kəsrə və yaxud da necə düzgün olmayan kəsri qarışıq ədədə çeviririk? İlk növbədə bunu düzgün olmayan kəsrə çevirək. Burada qayda sadədir. Yenə də 1-i 3-ə vururuq. 3 olduğu kimi qalır və aldığımız ədədi surətlə toplayırıq. 1 dəfə 3, 3, üzərinə 4 gələndə 7. Yəni 3/7. Bugünkü dərsimizdə kəsir nədir? Adi kəsir, düzgün və düzgün olmayan kəsirlər, qarışıq ədədlər. Düzgün olmayan kəsir və qarışıq ədədlərin bir-biri ilə ifadəsindən danışdıq. Növbəti videolarda isə kəsirlərin ixtisarı və müqayisəsi haqqında danışacağım. Ümumiyyətlə, bəlkə də bu sözü çox eşitmişsiniz, amma riyaziyyatda bütün mövzular bir-biri ilə bağlıdır. Məsəl üçün, siz əbul və əkobu tam qavramamısınızsa, kəsirlərin müqayisəsi, ortaq məxrəcə gətirilməsi və ixtisarı mövzusunda çətinlik çəkəcəksiniz. Bu səbəbdən riyaziyyatı öyrənməyin yeganə yolu sistemli şəkildə və baza bilikləri əldə edərək öyrənməkdir. Əgər sizin də ətrafınızda abituriyent və ya məktəbli dostlarınız varsa, videoları onlarla paylaşaraq daha çox insana çatmasına köməklik etmiş olarsınız. Növbəti videolarda görüşənədək hələlik.